Mərdəkanda səhər yeməyini həm rahat, həm də zövqlü atmosferdə yemək istəyirsinizsə, Xalça restoranı bunun üçün çox gözəl seçimdir. Şəlalədən axan suyun səsi, yaşıllıq və iri ağaclar insana şəhərin səs-küyündən uzaqlaşmış kimi hiss etdirirdi. Həyətin sakit və xoş ab-havası və dekorları məkana ayrıca gözəllik qatırdı. Xalça restoranında xalça dekorları təkcə açıq havada deyil, interyerdə də xüsusi zəriflik və milli üslubda hazırlanmışdı. Məkanın giriş hissəsi milli dekor elementləri ilə o qədər zövqlə hazırlanmışdı ki, sanki kiçik bir fotozona təsiri bağışlayırdı. Həm həyətdə, həm də içəridə ayrıca kabinetlər, yuxarı mərtəbədə isə banket zalı var idi. Qeyd edim ki, biz 8 nəfər üçün 3 set sifariş etdik və bu seti seçdiyimizə görə samavar çayı hədiyyə oldu. 8 nəfərlik set üçün 100 manat hesab ödədik. Süfrəyə 2 növ zeytun, kənd qaymağı, bal, əncir mürəbbəsi, holland pendiri, şokolad və nehrə yağı, şor, kənd pendiri, qatlaşdırılmış süd, isti təndir çörəyi, pomidor xiyar, pankek, fəsəli, şirin bilincik gətirildi. Daha sonra xardal ilə köz sasika təqdim olundu. İsti yeməklərdən isə qatıqla kükü və 2 porsiya pomidor yumurta təqdim olundu. Qeyd edim ki, hər setə ayrıca bir isti yemək verilirdi.